Salam, hər vaxtınız xeyir. Bu tipli ifadələri sadələşdirməkdən ötürü baxıram ki, əgər mən surəti 1 üstəgəl 2-nin kvadratına vursam, burada müxtəsər olma düsturu əmələ gələr. Deməli, 1 üstəgəl 2-nin kvadratına vurduğuma görə, məxrəci də 1 üstəgəl 2-nin kvadratına vurmalıyam ki, ifadənin qiyməti dəyişilməsin. İndi bu 2 dənə mötərizə bizə müxtəsər vurma düsturu verir və surəti sadələşdirək. Bu olur 1 çıxılsın 2 üstü 4. İkisi bir yerde. Sonra burada var 1 üstəgəl 2 üstü 4. Sonra 1 üstəgəl 2 üstü 8 və 1 üstəgəl 2 üstü 16 bərabərdir. Bu ikisi bir yerdə bizə verir 1 çıxılsın 2 üstü 8'i və burada da 1 üstəgəl 2 üstü 8 olduğuna görə deməli buraya yazaq ki 1 çıxılsın 2 üstü 8 bu eləyir. Həmən bundan bu ifadəni də bir-birinə vuranda olur 1 çıxılsın 2 üstü 16 və axırda da 1 üstəgəl 2 üstü 16 var ki, bu bizə yenidən müxtəsər vurma düsturu verir. 1 çıxılsın 2 üstü 16'nın kvadratı da eləyir 32. Deməli, surəti sadələşdirdik bu qayda ilə. Onda surətimiz oldu 1 çıxılsın 2 üstü 32. Məxrəcdə də var 1 üstəgəl 2 üstü 2 ilə bu ifadənin hasili. 8'i də yaza bilsək ki, burada elə bil ki 2'nin kubu kimi çıxılsın 2 üstü 35'də yazsaq, burada vuruqlarını ayırmaq olur. Deməli, surətdə 1 çıxılsın 2'nin üstündə 32 qalır. Məxrəcdə də deməli 4 eləyir. Birə də vuranda 5 vurulsun. Bunların hər ikisindən 2 üstü 3'ü ortaq vuruq çıxardanda mötərizənin içində qalır 1 çıxılsın 2 üstü 32. İndi surətlə bu mötərizənin cavabı eyni olduğuna görə ixtisar gedir. Deməli, surətdə qalır 1, məxrəcdə də qalır 5 vurulsun 2 üstü 3. O da bərabərdir 1 bölünsün 8 eləyir. 8 dəfə də 5'in 40. Deməli, 40'da 1 oldu ifadənin yekun cavabı. Deməli, bu oldu kəsr rasional ifadələrin sadələşdirilməsi. Cavab elədi 40'da 1. Bu qədər. Sağ olun.